Yəqin ki, hər biriniz Gün keçdi filmini izləmisiniz. Bu filmdə biz iki psixotip görürük. Bunlardan biri melanxolik, sevən amma sevgisinə sahib çıxmayan kişi obrazı, ikincisi isə emosional, güclü bir qadın obrazı. Oktay sevən amma qorxan insandır. Çünki o cəmiyyətin kişilik anlayışının təzyiqi altındadır. Çox düşünür, az hərəkət edir. Əgərlərlə, kəşkelərlə yaşayır. Əgər onu desəydim, əgər arxasınca getsəydim və burada görürük ki, onun zamanla biraz mübarizəsi də var. Eynilə də bütün peşmançılıqlar onun həyatının bir parçasına çevrilib və o sevgisini deyil də sevgisinin itkisinin yükünü bir ömür boyu daşıyır. Əsmər hisslərini gizlətmir. Sevməyi, sevilməyi bacaran biridir. Lakin sevgisinə sahib çıxılmadığını gördükdə güvəni sarsılır və ağılla, məntiqlə yaşamağa qərar verir. Lakin o, Oktayı unuda bilmir. Və bu unuda bilmədiyi, cavablaya bilmədiyi suallar, tamamlanmamış xatirələr onu narahat etməyə başlayır. Məncə elə bu narahatlıqlara görə də o bunları sonlandırmaq istəyir və geri qayıdır. Bəs bu film haqqında siz nə düşünürsünüz? Fikirlərinizi bizimlə bölüşün.